Yəni, mənim bu dəqiqə hal-hazırda tələbələrim də var. Onlardan biri də oğlumdur, yanımda oturur. Sonra Sumqayıtda Fuad adında çox gözəl sənətkardır o da. Sumqayıtda işləyir. Yəni, gələcəyini çox gözəl görürəm. Özlə deyim sizə ki, mən buradan müraciət edirəm gənclərimizə ki, yəni çox gözəl bir sənətdir. Bu sənəti öyrənsinlər. Yəni, mən daha bu işin hər tərəfini görmüşəm də, daha neçə ildir, 43 ildir bu sənətdəyim. Gedib, necə deyərlər, o işlərlə məşğul olurlar. Yəni, bekarçılıqdan olur da hamısı. Yollarından azırlar, gedirlər. Ancaq geçsinlər, bax, belə gözəl sənətdir, sağsazlıq sənətidir. Öyrənsinlər, geçsinlər, özləri isə obyekt açsınlar, başın qaçsınlar. Mən bilsən, Azərbaycanda həmişə istəyərdim ki, necə ki, 83-cü ildə məktəbi olub. Mən bunu həmişə TV-lərdən də demişəm. Ki, mən böyük məmnuniyyətlə, yəni məktəb açılsaydı, orada böyük bir tələbələr yetişdirərdim. Yəni, mən çox istəyərdim onu. Ki, cavanlar pis vərdişlərdən aralanardılar, gəlib sənət sahibi olardılar. Mən daha 61 yaşım var, 43 ildir bu sənətdə. Oğlum da yanımdadır, yorulmuşam indi. Bundan sonra, yəni, ancaq iş belədir ki, sənin bu işindir. Mütləqdir ki, getməlisən, bunu öyrətməlisən. Yəni, bu sahənin məktəbi açılsa, böyük məmnuniyyətlə mən tələbələr yetişdirərəm. Yəni, sırf bilərəm ki, yəni, burada belədir ki, mən, yəni, çox işlərim çoxdur, yəni, çatdıra bilmirəm. Ancaq bilirsən ki, məktəbdə gedəndə sənin vaxtın da çoxdur, uşaqlarla məşğul olmağa da vaxt var. Yəni, böyük məmnuniyyətlə.